İnsan alverində ittiham olunan 67 yaşlı Sevinç Daşdəmirzadənin məhkəməsi keçirilib. Məlumata görə Sevinç Kurt bir neçə qadını müxtəlif vədlərlə aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda ittiham edilib. Zərər çəkmişlər deyiblər ki, Kurt onların zəifliyindən, maddi vəziyyətlərinin ağır olmasından istifadə edib. Denizli şəhərində iş imkanları vəd edərək etibarlarını qazanıb. Qadınlar Türkiyəyə getdikdən sonra mobil telefonları və pasportları əllərindən alınıb. Ailələrinin yanında rüsvay ediləcəklərindən hədələniblər. Psixoloji təzyiqə məruz qalıblar. Qadınlar 30 ildir Türkiyədə yaşayan Sevincin onları müxtəlif yollardan tabe vəziyyətinə saldığını, müqavimətlərinin psixoloji təsirlərlə qırıldığını və cinsi istismar məqsədinə istifadə edildiklərini etiraf ediblər. Zərər çəkmişlərin Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinə şikayətlərindən sonra Kurt barəsində cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin İnsan alveri maddəsinin bir neçə bəndiyindən ittiham irəli sürülüb. Lakin məhkəməsi bitənə qədər ev dustaqlığı şərti ilə azadlıqda qalıb. Məhkəmə Sevincin ifadəsinin zərər çəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri və digər sübutlarla təkzib olunduğu qənaətinə gəlib. Yekunda Sevinç Kurt verilmiş ittihamlarla təqsirli bilinərək 8 il 3 ay azadlıqdan məhrum edilib. O hökmün elanı bitən kimi məhkəmə zalında həbs olunub.